Salam dəyərli izləyicilərim. Mən Rəysəz Eşən Usta yenə sizinləyəm. Bu günləri mən sizinlə X5, köhnə X5-i yəni paylaşacağam ki, maşında nə işlər görülür. Sadəcə olaraq buferlərlə iş qurtarmır. Burada belə deyək, sadə X5 4.8-ə yığılıb. Mən bunu ətraflı olaraq sizə göstərmək istəyirəm ki, maşında nə işlər görülüb, nə işlər indən belə görüləcək və hara qədər mən işləmişəm, bunları ətraflı olaraq göstərmək istəyirəm sizə. Deməli, başlayıram arxa bamperdən. Arxa bamperdə gördüyünüz kimi mən qruntlamışam, kraskaya hazırlamışam və belə deyək, bu hissələri avtomobil sahibi bu hissələri alıb, yəni bunu belə deyək 4.8-ə yığır. Sadəcə olaraq alınan liplər ki var, alınan liplər heç bir X5-ə düzgün oturmur. Bunu bəri başdan deyim, yəni kim də X5 sürür bilsinlər. Dəfələrlə mən yəni X5-lərə yəni baxmışam, köhnə X5-lərə, yəni 53 kuzalara yəni baxmışam ki, yəni həqiqətən də belə deyək, maşının yəni buferləri çox pis vəziyyətdə, belə deyək, xoşa gəlməz bir kraskası var üstündə və liplərin də oturuşu düzgün deyil. Yəni bunu bəri başdan deyim. Kim də X5 sürür, buradan yəni ki, belə deyək, baxsın, bilməyənlər də bilsinlər ki, yəni lipi necə quraşdırmaq lazımdır və hansı qaydada quraşdırmaq lazımdır. Ətraflı olaraq mən burada sizə indi göstərəcəm indi ki, nətər olub, necə olub. Deməli, üst plasmas, hamı bilir, bu üst plasmasda burada struktur olur, qara struktur olur. BMW-nin öz strukturu var. Bunu da bəri başdan deyim. Yəni, böyük, xırda, iri, nə bilim, yəni toz şəklində bu mümkün deyil. Bunun öz strukturu var. Və belə deyək, narın strukturdur və parlaq strukturdur, belə deyək. Yəni, əl vuranda, belə deyək, ələ toxunmamalıdır. Burada mən nə eləmişəm? Adətən görürəm ki, maşınlarda bu hissələr əyri-üyri, nə bilim, buradan xət gəlir beləsinə. Mən də düzdür, skotsu biraz artıq vurmuşam ki, kraska keçsin, sonra mən bu tərəfi bağlayıb, belə deyək, struktur hissəsini vuracam. Əlbəttə ki, buranı bağlayanda dəqiqliyi ilə bağlayacam ki, düz geçsin. Çünki görürsünüzsə, bura, yəni ki, mən də düzdür, sadəcə o skotsu əyri vurmuşam, belə, bu qədər. Yəni, biraz artıq götürmüşəm. Deməli, dəyərli izləyicilər, burada nə edirlər? Bunu gətirirlər bura qədər, bura qədər. Burada da kəsib doğrayırlar belə, amma bu stiklovoloknodur, yəni ki, bildiyimiz bu fiber materialı ki var, ondandır, sümük materialı kimidir. Bunu belə kəsirlər, sonra götürüb germetika ilə zadla doldururlar, amma mən burada bunu belə kəsmişəm və bu hissədən kəsib bunu, belə deyək, bunu sıxmışam içəri və bunu zaklövka ilə mən, kley ilə və zaklövka ilə mən bunu hazır vəziyyətə gətirmişəm ki, lip qalxsın, görürsünüz, buradan lip qalxsın, girsin düz bu plasmasa. Yəni, bunu mən buna padqon eləmişəm. Düzdür, biraz mənim vaxtımı alıb, belə deyə, haradasa bir 15-20 gündür, yəni mən bununla məşğulam və belə deyək, bu hissələrdə şurup, murup, yəni işi görülməyib. Sadəcə olaraq, belə deyək, bəzi yerlərdə harada istəyibsə, bir-iki yerdə yəni şurup vurmuşam, amma şurupu da ki, başını kəsəndə mütləq şəkildə şurup qızır, zaklövka ilə eləmişəm onların hamısını. Bütün rənglər hamısı zaklövka ilə və burada ən böyük zaklövkalardan istifadə eləmişəm. Görürsünüz, belə bir-iki yerdə yəni zaklövka var, görünür. Bu hissələrdə də zaklövka var. Sadəcə olaraq mən onları bağlamışam, üstünü yonub bağlamışam. Bu hissələr hamısı zaklövka ilə işlənilib, dəyərli izləyicilər. Və aşağı hissələrdə həmçinin zaklövka ilə işlənilib. Mən bunları indi sizə göstərəcəm, ətraflı görəcəksiniz. Görürsünüz zaklövkanı. Yəni, burada mən iki dənə böyük zaklövkadan istifadə eləmişəm, çünki bura ən aralı olan yer idi. Amma burada isə gördüyünüz kimi, bu hissələrdə mən bunları göstərmişəm. Deməli, burada mən hazırlamışam altını və dəyərli izləyicilər, bu liplərdə kim BMW-yə qoyubsa, yəni diqqətlə izləsin. Mən burada bu lipi yarıya qədər idi, yarıya qədər olur. Amma mən bunu artırmışam. Çünki bunun ustası, bunu yığan usta, yəni qəlbini düzgün düzəltməyib ki, bu biraz enli olsun.
Yəni mən məsləhət görərdim ki, ustalara ki, yəni bunu biraz artırsınlar. Yəni bu lipi yəni kim düzəldirsə, o lipi biraz bu hissəsini artırsın və əlbəttə ki, bu hissəsini də artırmalıdır. Bu lipin ağzı bura qədər gəlir, amma mən bunu artırmışam. Çünki tam setkaya qədər oturmalıdır. Çox BMW-lərdə yəni görmüşəm, X5-lərdəki bu yarıya qədər gəlir, yalandan bunu şurupla, zadla belə eybəcər bir şəkildə adlarını da qoyublar ki, bu X5-dir. Amma halbuki mənim bu saat yanıma gələn X5 həqiqətən də maşın ağ rəngdədir və beskraska maşındır. Bunu mən sizə göstərəcəm, maşını yığan vaxtı göstərəcəm mən sizə bunu. Və deməyim odur ki, mən çox maşınlarda görmüşəm ki, bu yarıya qədər gəlir. Mən bunu stiklovolokno ilə artırmışam ta axıra qədər, kanta qədər artırmışam. Bu saat burada skos vurmuşam ki, bu qara yerlər, belə deyək, kraska olmasın ki, setkanın altında pis görünməsin. Belə. Burada da, dəyərli izləyicilər, bu hissələr, bəzi yerlər yəni qalın düşüb, bəzi yerlər nazik düşüb. Mən onları belə deyək, plasmas şpaklovkası ilə düzəltmişəm və burada da bu lipləri mən hazırlamışam. Bunu mən axırda sizə göstərəcəm, çünki bu hissələr struktur olacaq. Və keçirəm arxa lipin ətəyinə. Arxa buferin ətəyinə keçirəm. Arxa buferin ətəyində deməli çoxlarına mən fikir vermişəm. Bura düz gəlmir. Bura belə əyri belə gedir. Əyri olmalıdır, amma az bir miqdarda və bura belə deyək, bu çox nazik olur. Demək olar ki, burası iti olur. Bunu da indi bilmirəm indi. Bunu niyə belə düzəldir, nətər belə düzəldir, mənim başım çıxmır. Və buralar zatlar hamısı belə əyri-üyrü gəlir. Yəni kvadratlığı yəni yoxdur. Adətən bura kvadrat olur. Burada da kvadratlığı var. Əgərsə fikir versəniz, görəcəksiniz ki, bu hissə aval gəlir. Aşağıda başlayır itməyə. Əks tərəfdə də elənsinədir. Əks tərəfdə də elədir. Görürsünüz, fikir verirsiniz. Bu hissə aval gəlir, amma kant, belə deyək, bu hissə ilə bu hissənin kantı yəni düzgün deyil. Çünki bu hissədə düz gəlir, bu hissədə bir balaca maillidir. Yəni ki, çölə maillidir. Uklonu var burada və burada da həmçinin itir. Bu lipi mən qıraqda kraskalayacağam və belə deyək, mən yerlərini hazırlamışam burada. 4 dənə yer hazırlamışam və burada da hazırlamışam. Amma belə deyək, bu hissələr, dəyərli izləyicilər, bu hissələrin heç biri bu lipdə belə olmur. Yəni gəlir, yarıya qədər gəlir. Mən bunların hər ikisini artırmışam. Çünki bunun bu hissələri bütün maşınlarda, yəni sonradan qoyulan belə deyək, liplərdə görsəniz ki, yəni burada ara var, yəni bu mütləq dolmalıdır. Bu dolmalıdır, bu figura verilməlidir. Bunu mən maşının üstünə qoyandan sonra bunu mən sizə ətraflı olaraq göstərəcəm ki, harada zazor qalır və hara qədər gəlir. Bu ümumiyyətlə bu hissə kantlı belə gəlir, burada başlayır nazikləşməyə. Amma belə deyim, avtomobil sahibi bunu mənim yanıma gətirəndə, bu belə deyil idi. Bu gəlirdi, burada itirdi. Barmağımın ucunda itirdi. Yəni buralar da aralı qalırdı. Belə xoşa gəlməz bir, belə deyək, lip düzəldiblər. Amma mən bura nazik idi. Buranı mən doldurmuşam. Görürsünüzsə bu Zavaskoy kimi görünür. Düzdür, Zavaskoya çatmaz, amma nə qədər də olmasa mən ona oxşatmışam. Burada şpakulovka burada qalsın deyə, mən burada semiska şuruplardan istifadə eləmişəm. Görürsünüz, semiska şuruplardan istifadə eləmişəm. Amma belə deyək, semiska şurupu tam axıra qədər bağlamamışam ki, başı, yəni papağı çöldə qalsın ki, mən onun şpakulovka vuranda, orada şpakulovka onun altına girib onu qucaqlasın. Belə deyək. Yəni, bu qaydada yəni mən bunu istifadə eləmişəm. Aksesuarlar hazırdır, liplər də hazırdır. Mən bu saat lipləri sizə göstərəcəm ki, liplərdə vəziyyət necədir, onları da mən strukturla eləyəcəm, struktur vuracam onlara. Belə deyək, lap belə deyək, bunu birini yəni götürsəm, bu saat sizə göstərəcəm. Burada da yəni zakulovkalardan istifadə eləmişəm. Əlbəttə ki, mən bunu germetika ilə oturtmuşam. Germetika ilə oturtmamışdan qabaq bu öz plasması mütləq şəkildə şukurkalanmalıdır və belə deyək, təmiz şukurkalanıb ondan sonra
yaxşı onu abajирователdən silib və germetikasını vurub bunu oturtmaq lazımdır. Əlbəttə ki, bu da şkurkalanmalıdır. Yəni qoyduğunuz lip və hara qoyacaqsınızsa plasması da şkurkalamalısınız, qoyulan lipi də şkurkalamalısınız ki, orada germetika ilə kontak yaransın. Yalnız və yalnız burada germetikanı, yəni mən Bernerdən istifadə eləmişəm. Çünki ən yüksək, yəni səviyyəli germetikadır və onun öz primeri də var. Primerdən istifadə edib və germetika ilə oturtmaq daha mükəmməl olar. Belə deyək. Burada görsəniz, mən indi bunu kraskadan sonra sizə göstərəcəm. Yəni tam struktur vurandan sonra bunları mən sizə ətraflı olaraq göstərəcəm. Bunlara hələ kraskalamıram, silib təmizləyib, ondan sonra başlayacağım onlara struktur vurmağa. Əlbəttə ki, bamperləri gözləyəcəm ki, bamperlər qurusun. Bamperlər quruyandan sonra, tam bir gün, 2 gün quruyandan sonra başlayacağım üst hissəni bağlayıb və alt hissələrinin strukturunu vurmağa. Belə dəyərli izləyicilər, mən indi hal-hazırda başlayıram kraskaya. Kraskadan sonra o birisi kraskanı da vuranda bunları ətraflı olaraq mən sizə yenə göstərəcəm, dəyərli izləyicilərim. Dəyərli izləyicilərim, maşın уже hazırdır. Gördüyünüz kimi mən lipi уже qoymuşam, qabaq lipi qoymuşam və bu lipləri də ustanovka eləmişəm yerinə. Bu hissələr hamısı kraskalandı. Bunlar da kraskalandı və bunlar da belə deyək tam yerinə oturdu. Düzdür, mən bunları germetika və zaklovka ilə oturtmuşam. Burada da həmçinin gördüyünüz kimi belə bir şəkildədir. Kraskalandı. Bu da strukturla əvəz olundu. Arxa lipdəki dəyərli izləyicilər görürsünüzsə, sonradan alınan liplər heç vaxt belənsinə olmur. Yəni bunu belə deyək, bütün nə qədər ki liplər ki satılır, hamısı bu qaydadadır. Yəni burası yoxdur və bu çox nazikdir və bura belə deyək əyri gedir belə. Belə yöntəmsiz bir şeydir. Altını görürsünüzsə, altında da belə deyək bu hissəsi də kvadrat gedir axıra qədər. Bütün nə qədər ki işlər ki var idi, hamısı görüldü. Güzginin qıraqları strukturdan əvəz olundu, şotkalar da strukturdan əvəz olundu, amma xırda strukturdan və duqalar da əvəz olundu strukturdan. Faralar restavrasiya olundu və dəyərli izləyicilər, burada da avtomobil sahibinin istəyinə görə bunlar metalik oldu, metalik mat olub gördüyünüz kimi. Belə bir şəkildədir. Dumanlılar da restavrasiya olundu və bunlar hamısı kraskalandı. Açıqlar bir-bir ayrılıqda kraskalanıb, bunlar da ayrı-ayrılıqda kraskalanıb dəyərli izləyicilər. Setkadakı birə-bir, yəni boşluq heç nə yoxdur. Hamısı ideal vəziyyətdə. Setkaları mən sonradan qoymuşam dəyərli izləyicilərim. Belə təşəkkür edirəm. Var məni izlədiyinizə görə like qoymağı və abunə olmağı qətiyyən unutmayın dəyərli izləyicilərim.